Məktəbə silahlı hücum olub, 16 nəfər yaralanıb. Türkiyədə Şanlıurfanın Siverek rayonunda bir nəfər liseyə daxil olub, tüfənglə atəş açıb, nəticədə şagirdlər də daxil olmaqla 16 nəfər yaralanıb. Hadisə ilə bağlı Şanlıurfa valisi Hasan Şıldak deyib ki, hücum edən şəxs məktəbin keçmiş şagirdi olan 2007-ci il təvəllüdlü şəxsdir. Onun sözlərinə görə atışmadan sonra o özünü güllələyib. Vali bildirib ki, şagirdlər məktəbdən artıq təxliyə olunublar. Hadisənin baş vermə səbəbləri araşdırılır. Bu səhər Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən atışma 2007-ci il təvəllüdlü məktəbin keçmiş şagirdi tərəfindən törədilib. Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, 10 şagird, 4 müəllim, 1 polis məmuru və 1 yeməkxana əməkdaşı yaralanıb. Nazirlikdən bildirilib ki, xəsarət alanlar müalicə üçün Siverek Dövlət Xəstəxanasına aparılıblar. Məlumata görə hücumu pnevmatik silahla həyata keçirən cinayətkar hadisədən sonra eyni silahla özünə qəsd edib.